Salam əziz izləyicilərim. Bugün sizə payızın gözəl nemətlərindən biri olan heyvadan ləzzətli, ətirli heyva mürəbbəsi hazırlayacağım. Gəlin birlikdə başlayaq. Əvvəlcədən yuyub təmizlədiyim heyvaları kub-kub doğradıqdan sonra mürəbbə bişirəcəyim ləyənə əlavə edirəm. Üzərindən də su əlavə edirəm. Qeyd edim ki, 1 kiloqram heyva üçün 2 stəkan su götürmüşəm. Və qapağını bu cür gördüyünüz kimi videoda da qapağını örtüb yumşalana qədər heyvaları yaxşıca bişirirəm. Əgər ağzı açıq vəziyyətdə heyvaları bişirsəniz, o zaman suyunu biraz artıq əlavə etməlisiniz. Heyvalar yumşaldıqdan sonra üzərinə 1 kiloqram heyva üçün 1 kiloqram şəkər tozu əlavə edirəm. Heyva mürəbbəsinin rənginin açıq olmağını istəyirsinizsə, yüksək ateşdə mürəbbəni bişirmək lazımdır. Mən rənginin çox yox, biraz tünd xoşladığım üçün, videoda gördüyünüz kimi bu rəngdə xoşladığım üçün orta ateşdə qaynadıram. Mürəbbə hazır olana yaxın üzərinə yarım çay qaşığı limon duzu əlavə edirəm. Limon duzu həm qıcıqırmaqdan qoruyur mürəbbəni, həm də rəngini açır. Çox gözəl rəng verir mürəbbəyə. Limon duzu əlavə etdikdən sonra 1-2 dəqiqə qaynadıb artıq mürəbbənin qatlığını yoxlayıram. Salfetin üzərinə 1-2 damcı damızdırıb yoxlayıram. Əgər mürəbbənin şirəsi salfetin canına çəkmirsə, o zaman mürəbbəmiz artıq hazırdır. Qazın altını söndürüb mürəbbəni soyuduram. Mürəbbə tam soyuduqdan sonra bankalara doldururam. Artıq mənim mürəbbəm hazırdır. Soyuduqdan sonra çox gözəl, rəngi də, özü də dən-dən, şirəsi bal kimi süzülən ətirli heyva mürəbbəmiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.